Ekstrasensiyasyon həsrətli show biznesin tanınmışları haqqında şok açıqlamalar verəcək. Aygün Kazımova, İlhamə Quliyeva, Flora Kərimova Rüyanı 2014-cü ildə hansı uğurlar və dəhşətlər gözləyir? Diqqət, nəzərinizdən qaçırmayın. Həzrət Sabir Bürclərlə bağlı yeni proqnozlarını verəcək. Üzünü gizli saxlayan şəxs kimdir? Adam içində. Hörmətli televiziya tamaşaçıları, hər birinizi xoş gördük. Axşamınız xeyir olsun. Təşəkkür edirəm. Bugün doğrudan da çox gözəl bir gündür. Çünki sabah elimizə, obamıza yeni il qədəm qoyur. 31 dekabr bilirsiniz ki, həm yeni il günüdür, həm də Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Biz çox sevirik bu bayramı, deyilmi? Hər birimiz çox böyük özəlliklə, şövqlə hazırlaşırıq, ən gözəl geyimlərimizi seçirik, necə deyərlər, çalışırıq ki, masalarımızın üzərində çox sevilən yeməklər olsun, xüsusilə də mən kimi yeyib içən adamlar, daha doğrusu dadlı yeməklər sevən adamlar çox xüsusilə gözəldir. Çünki həqiqətən də bizim xalqımız bu bayramı çox böyük əhval-ruhiyyə ilə keçirir və bu gün də belədir, bu il də belədir. Biz keçən 2013-cü ili çox böyük şərəflə başa vurduq. Azərbaycanın həm siyasi, həm iqtisadi, həm mədəni həyatında çox yadda qalan hadisələr olubdur. Yəni, mən bunları sadalamaq istəmirəm. Ən əsası odur ki, ilimiz uğurla keçdi və ilimizin uğurla başa vurulmasında əməyi olan bütün vətəndaşlarımıza təşəkkürümüzü bildiririk və biz ümid edirik, arzu edirik ki 2014-cü il bundan da uğurlu olacaq, bundan da gözəl olacaq, dövlətimiz daha da güclənəcək, iqtisadiyyatımız güclənəcək, siyasətimiz həmişəki kimi yenə də öz möhtəşəmliyini qoruyub saxlayacaq və Azərbaycan dünyanın bir nömrəli ölkəsinə çevriləcək. 2013-cü il şəxsən mənim üçün də çox əlamətdar bir il olubdur. Bu il ən azından adam içində verilişi doğulub, necə deyərlər, ərsəyə gəlib. Hərçən ki, adam içində cəmi 5 yaşı var. Qoy sayım dekabr, yox. Bizim cəmi 4 yaşımız var. 4 yaşımız var, amma valla təvəzzökarlıqdan uzaq olsa da mən deməliyəm ki, bizim veriliş çox qısa bir zamanda tamaşaçılar tərəfindən sevildi, özü də çox sevildi. Mən açığını deyim ki, belə gözləmirdim. Mən bu dərəcədə bu verilişin populyar olacağını gözləmirdim. Bilirsiniz, təbii ki, verilişin maraqlı olmasında bir çox nüanslar var, bir çox amillər var ki, onlar bir-birlərini tamamlamalıdırlar. Biz əlimizdən gələni edirik ki, hörmətli tamaşaçılar, bizim verilişimiz sizin ürəyinizcə olsun. Düzdür, sevindirmişik sizi, kədərləndirmişik, daha doğrusu çox kədərləndirmişik, nə bilim, müəyyən məqamlarda çox təəccübləndirmişik, amma ən əsası odur ki, heç kim bizdən inciməyib. Və bugün, bu 4 ayda sizin nəzərinizə çatdırdığımız ən maraqlı hadisələrin ən yadda qalan qəhrəmanlarını biz burada toplamışıq və bilirsiniz ki, bayram gününün özəlliklərindən biri də ondan ibarətdir ki, hər kəs yeni ildə nələrin baş verəcəyini öyrənmək istəyir. Ümumiyyətlə, bu il onun taleyində nələrlə yadda qalacaq, təbii ki, hər birimiz üçün çox maraqlıdır. Anonslarımız gətirilir ekranlara, sonra sürpriz xəbərlərimiz və sürpriz qonaqlarımız olacaq. Ona görə də diqqətiniz bizdə olsun, anonslara baxırıq bu an.
Rasim Səsən həsrətli show biznesin tanınmışları haqqında şok açıqlamalar verəcək. Aygün Kazımova, İlhamə Quliyeva, Flora Kərimova Rüyanın 2014-cü ildə hansı uğurlar və dəhşətlər gözləyir? Diqqət, nəzərinizdən qaçırmayın. Həzrət Sabir bürclərlə bağlı yeni proqnozlarını verəcək. Üzünü gizli saxlayan şəxs kimdir? Adam içində. Təşəkkürlər və mən də əl çalıram sizlərə, əl çalıram ki, doğrudan da indi müəyyən insanlar var. Adam içində verilişi onların taleyində çox mühüm rol oynayıb. İndi yəqin ki, onlar özləri bunu qeyd edəcəklər. Bu an istəyirəm Həsən Həsrətli gəlsin. Böyük bir siyahı ilə gəlir, bilmirəm. Salam Həsən, bayram mübarək. Bu siyahı demək, bu anonsda gedən ulduzların taleyi ilə bağlıdır. İnanırsınız Facebook adresi, email adresləri və bütün ölkənin doğrudan da qısa bir zaman ərzində çox sevirdim və hər bir vətəndaş məndən proqnoz istədi. Ümumi proqnozları hər bir bürclərə görə böldüm, gətirdim ki, yəni çox insanlar küslük qalmasın bu yeni il girəsi məndən. Çox gözəl, çox gözəl və irəliləyən dəqiqələrdə sən bu siyahını oxuyacaqsan. Mənim üçün maraqlıdır. Mən yanvarda olmuşam, ayın 22-si olmuşam, bürcüm dolçadır. 20 deyim. Məndə hamısı məlumatlar veriləndə səbirlə Yaxşı, biraz. irəliləyən dəqiqələrdə mən də istəyərdim ki, 2014-cü ildə məni nələr gözləyir bilim. Və bu an səhnəyə Azərbaycan estradasının kraliçası, çox sevilən müğənnimiz, Respublikamızın xalq artisti Flora Kərimova dəvət olunur. Ay, nə gözəlsiz Flora xanım, nə gözəlsiz, maşallah, maşallah, bayramı.
gözəl mahnıdır. Flora xanım, Aycan. bu mahnı elə bil ki, yeni bir versiyada siz təqdim etdiniz. Çox gözəldir, çox bəyəndim. Yeni versiyadır. Mən bunu Nisə xanım Kasimovanın, xalq artistimiz Nisə xanımın studiyasında eşitdim. Yəni gözəl bir remix oldu. Əlizadə İsmail Cavan oğlandı. Çox gözəl, çox Və gözəl. bayramımız mübarək Nisə xanım. İsmail, sizə çox sağ olun. Elim, obam, həmişə sevirəm bu sözü. Bu söz mənə Qarabağdan qalıb. Darvazamız, qapımız, yurdumuz. Təbrik eləyirəm. İkili bayramla, həmi yeni illə, həm də ən önəmlisi millətimizə həmrəhlik bayramı ilə təbrik eləyirəm. Alqışlayaq Flora xanımı. Flora xanım, Çox sağ olun. çox təşəkkür edirik. Buyurun Flora xanım, əyləşin. Və sizə sürprizimiz var. Bilirsiniz ki, bizim verilişimizdə iki gənc inanılmaz bir iddia ilə çıxış etdilər. Dedilər ki, bu ilin sonuna qədər Flora Kərimovanı başqa planetə aparacaqlar və əgər onların dediklərinə inansaq, Flora xanım bizim cəmi bir gün qonağımızdır. Düzdür, məntiqlə baxsaq, cəmi... Hə, Artıq bir gün yox. Onlar məndən vaz keçdilər. doğrudan. Onlar dedilər ki, bax deyim, bax, hamısı danışım. Düzdür, mənə dedilər, hələ açma, ancaq açacağım, çünki mənim çox xətrimə dəydilər. Onlar mənə dedilər ki, Bəli. bizə dəbdəbəli xanım lazımdır, bizə şöhrəti özəl, şərəfi özəl, özünə özəl baxan və hərdən birdən barmağı ilə sirkələyən bir arvad lazımdır. Ancaq siz kimsiz? Siz boynu bükük bir kadınsınız. Siz bizə lazım deyilsiniz. Ay sizə qurban olun, mən də ki üzük geymirəm ki, dəqiqə başı barmağımı belə eləyəm. Ona görə indi məni bağışladılar sizə. İndi görə özləri baxda nə deyəcəklər bilmək olmaz. Onlar indi gəlib Ay, yenə də bilmərəm. görə fikirləri təsdiq edəcəklər, yoxsa təksib edəcəklər. Mənim üçün çox maraqlıdır. Yaxşı, siz gəlin. Gəlin, ikiniz də gəlin. Səid bəy, siz də gəlin. Salam. Aa, nə gözəl geyinmişsiniz. Maşallah, maşallah. Elə bil ki, başqa planetə getmək üçün hər şeyiniz var. Təbrik edirik, bayramınız mübarək olsun. Səid bəy, deyirlər sizi də qoşurlar, deyəsən. Aha. Aha. Hə. Salamünaleyküm. Necəsiniz bayramınız mübarək? Bu iki qurbanlıq uşaqlarımı öpüm, nə olar? Öpün, öpün və biz də reklama ayrılırıq. Reklamlardan sonra görək nə olacaq? Aparacaqlar Flora xanımı yoxsa yox? Reklamlara ayrılırıq. Ekstrasens səslən həsrətli şou biznesin tanınmışları haqqında şok açıqlamalar verəcək. Aygün Kazımova, İlhamə Quliyeva, Flora Kərimova rüyanı 2014-cü ildə hansı uğurlar və dəhşətlər gözləyir? Diqqət, nəzərinizdən qaçırmayın. Həzrət Sabir bürclərlə bağlı yeni proqnozlarını verəcək. Üzünü gizli saxlayan şəxs kimdir? Adam içində. O qədər maraqlı sürprizlərimiz olacaq ki, mənim üçün ən maraqlısı hansılardır? Hamısı ümumiyyətlə maraqlıdır, amma bu Elmira xanımın bizim üçün gözəl bir rəqs kompozisiyası nümayiş etdirməsi... Ha? Niyə? Doğrudan da Elmira xanım bu gün xalqımızı başqa cür, yəni heç vaxt etmədiyi bir tərzdə təbrik eləyəcək. İkimiz. Hə? Çox gözəl. Çox gözəl və proqnozlarımız var. Təbii ki, proqnozlarımızı Həsən bildirəcək və Sabir müəllim irəliləyən dəqiqələrdə qatılacaq bizim proqramımıza və bizim prodüser adam içində verilişində ən maraqlı məqamları təbii ki, mənim iştirakımdan bir klip kimi yığıblar bunlar, mənə sürpriz ediblər. Mən görməmişəm və çox həyəcanlıyam. Çox həyəcanlıyam ki, bunlar nə yığıblar, nə oyun çıxardıblar. İndi irəliləyən dəqiqələrdə baxarıq. Şahin, bax da. Və Şəbnəm xanım, götürün. Şəbnəm xanım, mən sizi təbrik edirəm. Bayramınız mübarək olsun. Neçə belə illərə çıxasınız. Sağ olun. Sadəcə bizim sizinlə olan polemikamız yaddaşlarda çox qalıb. Yəni 15 dəqiqə siz tamaşaçını ekran qarşısında həyəcanla, necə deyərlər, o anları yaşatdınız, hamımıza yaşatdınız.
Amma bu verilişin məsuliyyəti mənim üzərimdə olduğuna görə mən 2 qat həyəcan yaşadım. Çünki adekvat olmadı da həmin veriliş. Amma İndi bugün bilirsiniz, özünüzü necə hiss Onu edirsiniz? bütün bizə nə qədər ziyalılar var. Azərbaycanın, hətta İrandan, Türkiyədən zənglər gəldi ki, Nə İlyas dedilər ki, müəllim. ziyalılar zəng eləyib? İlyas müəllim deyir, sizin qızınız niyə verilişdən qaçdı? Biz onun oxumağını gözləyirdik. Mən də giyinmişəm, qəşəng fransız qülləsi paltar giymişəm, Fransadan gətirmişdim. Dediniz ki, baxaq, uşaq kimi də deyir, əlindən tutub səni durğuzdular ki, bax nə qəşəng paltardır. Biz necə oxumadın deyir fransızca. Siz bəs görmürsünüz ki, görmədiniz, bilmədiniz ki, daha doğrusu üzr istəyirəm. Yəni informasiya yox idi ki, adam içində verilişi, müzakirə olunur. burada oxumaq bax, görürsünüz, var. bugün konsertdir, bugün gözəl gündür, bayramdır, hamı oxuyur, siz də cəmaata qoşulub oxuyacaqsınız. Mən çox İndi fəxr mən burada- eləyirəm ki, Flora xanım bugün burada iştirak edir, başqa müğənnilər olmaqla yanaşı. Mən Flora xanım haqqında bir söz demək istəyirəm və ona bir ad vermək istəyirəm, olar? Azərbaycanın Edith Piafı. Çox gözəl. Sizdə olan səs, tembri heç kimdə yoxdur. Çox gözəl, çox gözəl. Siz də gözəl oxuyursunuz. Yeri Mən də pis gəlmişkən. oxumuram. Mən də pis Məni oxumuram. sevənlər çoxdur. Mən dükana, bazara gedəndə atları ilə gəlin toyumuzda iştirak eləyin. Deyirəm, Toylara danışdırın da, toyda oxumuram. Getmirsiz, bir dəqiqə Afət, toylara getmirsiniz? Yox. Niyə? Nə bilim, toy vərdişim yoxdur, toy repertuarım yoxdur. Bunlar şahiddir. Bəs yaxşı, toylara getmirsiniz, ailə haçan quracaqsınız, əri nə zaman gedir? Yenə başladı. Yenə başladı. Niyə Şəbnəm xanım? Deyirəm bəlkə. Heç Hənanın yeridir. Niyə? Nəsibə xanım demişkən, adı neyinisən də? Heç Hənanın yeridir. Yaxşı, biraz keçsə biz yenə dalaşacağıq Şəbnəm xanımla. Yox, dalaşmaq yoxdur. Mən istəyirəm ki, bizim... O ürək var, burada oturan ürək. O ürək nə vaxt mənə hə desə, mənim dilim hə deyəcəkdir. Ürək hələ hə demir də. Yaxşı, mahnımız gəlsin. İnşallah 2014-cü ildə 14-cü il nəhayət ki, siz kiməsə hər deyəcəksiniz. Biz bunu çox arzu edirik və mahnımız gəlsin. Şəbnəm xanım oxuyur.
İcazə verin. Hə. Flora xanım haqqında Hə. bir söz. Sən qurban olun, bir dənə qalx ayağa. Aha. Qalx. Qoy deyim. Deyin, amma qısa. Aha. Sizə qurban olum. Dayan. Sizin xəbəriniz var ki, Hə. ilk dəfə mənim 16 yaşım olanda məni Flora xanım dinləyib evində. Məni atam əlimdən tutdu, gətirdi Flora xanım gilə. Balaca qızı idim. Dedi ki, bəs mənim qızım oxumaq istəyir. İlyas müəllim dedi ki, bilmirəm neyini, bu aləm elə aləmdir ki. Qulaq astı mənə Flora xanım dedi, qoy oxusun. Mənim ilk dinləyicimdir. Təşəkkürlər. Və Allah heç zaman sizi bir-birinizdən ayırmasın. Təşəkkürlər. Əyləşin Şəbnəm xanım. Və video yığıblar. Diqqətimizi ekranlara yönəldək. Hə, əsəbləşərəm deyirsiniz. Deyirəm. Afət, sən görmüsən onu? Yox, düzdür? görməmişəm ki. Görməmsən. Yaxşı, video gəlsin. Bacı buyurun. Bacı buyurun. Keçin. Ay bacı buyurun. Burada oturmayın, orada oturmayın. Bacı. Bu bacı bu deyə bitdi artıq. Bu anası ölmüşləri indi. Bunları qəşəng basacaqlar təyyarəyə, göndərəcəklər öz ölkələrinə. Sizi futbol komandasına göstərmə. Sizi futbol komandasına işe götürdüler. Afət, yığılışın evləndirin də bu kişini. Qəşəng çimizdirmək lazımdır. Razı üzü gülür, necə sevindi kişi. Gəlib girəcəksiniz evə belə. Sözümü kəsməyin. Elgiz bütün günə efirdədir. Bir dəqiqə sözümü kəsməyin. İnsan oğurluğu bir dəqiqə dayanın. İnsan oğurluğu nə idi? Bir dəqiqə. Bəs daha. Bir dəqiqə dayan xanım. Bir dəqiqə. biabır eləmək lazım idi. Heç kim biabır eləmir. Əcəb eləmişəm, yaxşı eləmişəm. Siz çətinsiniz, siz evdə də beləsiniz. Cəmaatın şəxsi həyatına bağlı nə? O nə demək? Şəxsi həyatla bağlı yox. Hə, nə ilə? Afət, yaxşı qurtardıq, məsələni bağladıq. Buyurun. Məsələni bağlamadıq, xahiş edirəm. Məsələni bağlamaq lazım deyil. Elgiz bir dəqiqə gözləyin. Mənim üçün yazsalar buradan. Yaza bilərlər də, mənim üçün yazarlar. Sən onu oxuyacaqsan burada. Oxuyacağım. Aradan bir həftə keçib qız başlayıb evi dağıtmağa, listurları, nə bilim qırmağa. Keçər gəlini gətirdiniz evə. Bir cavan arvad oturur burada. Arvad yox, xanım Afət. Bu Afəti gəl Doğuşan adlandırırlar, gəl arvad adlandırırlar. Belə olmaz axı da. Sabah saat biz burada və bunun elə ikinci hissəsi də var. Vallahi reklamlara ayrılırıq. Reklamlardan sonra təbii ki bayram buraxılışımızı davam etdirəcək hörmətli tamaşaçılar. Reklamlar. Bizim keçən buraxılışlarımızda ən yadda qalan, necə deyərlər, simalardan biri də Rəvan oldu. Rəvan, gəl zəhmət olmasa və təbii ki atası. Yox, siz gəlməyin. Siz gəlməyin. Yox, yaxşı gəlin. Demək, doğrudan da mən sizə bir söz deyim. Əslində o xanım, Cəmilə xanım, siz bilirsiniz ki, sizə nə qədər yaxşılıq elədi. Yəni bunu etiraf edirsiniz. Tutdunuz da yəqin ki, mən nə demək istəyirəm. Mən sənin dərin minnətdarlığını bildirirəm. Qonşu kanalların birində o minnətdarlığı mən dedim. Ki, çox sağ olsunlar. Aynes kanalı ki, bizə bunu elədilər. Yoxsa efirə verdilər. Əlbəttə ki, çox sağ olsunlar. Dərin minnətdarlığımızı bildiririk. Nələr olacaqdı bilməyəcəkdik. Yəni bu olmasaydı. Amma doğrudan da həqiqətən də siz insanların ürəyində özünüz üçün çox böyük bir taxt qurdunuz. Bu doğrudan da çox, necə deyərlər, nadir bir, necə deyərlər, hadisədir. Niyə görə? Əslində siz hansısa qalmaqaldan dolayı bizim verilişimizdə iştirak edirdiniz. Ortada da uşaq məsələsi var idi. Amma bütün bu çətinliklərdən siz necə improvizasiya edərək orada sudan quru çıxdınız və xalqın da ürəyində özünüz üçün yenə də deyilən bir taxt qurdunuz. Bu hər adamın işi deyil. Bravo sizə.
Bravo sizə. Valla, Elgiz bəy, bilsən, yox, o suyun içindən quru yox. Biz onsa quruyuduq. Bilirəm, amma baxmayın, nə qədər iddialar var. Amma sən inanırsan ki, o xanım yenə dincəlmir. Xəbərin var o şeydən. Artıq mən, biz öz sizimiz... Amma mən Elmirə xanımı burada gördüm, biraz qorxdum. Elədim, yenə çox danışacaq, bəhd danışacaq. Biraz qorxdum, amma ki, xoş gəlib Elmirə xanım. Qorxmağa heç bir əsas yoxdur. Elmirə xanım bugün heç kimi tənqid etməyəcək. Elmirə xanım bugün rəqs edəcək. Özü də deyir, bir həftədə hazırlaşmışam o rəqsə. Maraqlı olacaq və təbii ki, sənin mahnını eşidək. Mahnı gəlsin. Rəvandan. Aha, mikrofon verin. Rəvan, mikrofon lazımdır. Buyur. Yarım bir baş giden oldu. Ellerini üzüp menden yarım bir baş giden oldu. Can deyip can eşiderdik, bu ayrılık neden oldu? Can deyip can eşiderdik, bu ayrılık neden oldu? Öz eşkimden, dileğimden ayrı düştüm illerleme. Öz eşkimden, dileğimden ayrı düştüm illerleme. Ama senden ayrı gezen yürek değil beden oldu, yürek değil beden oldu, beden oldu. Ancak senden ayrı gezen yürek değil beden oldu, yürek değil beden oldu, beden oldu. Azizinem xəndan oldu, gül baxşamda xəzan oldu. Azizinem xəndan oldu, gül baxşamda xəzan oldu. Mən ki səndən ayrılmazdım, bu ayrılık nədən oldu? Mən ki səndən ayrılmazdım, bu ayrılık neden oldu? Öz eşkimden, dileğimden ayrı düştüm illerleme. Öz eşkimden, dileğimden ayrı düştüm illerleme. Ama senden ayrı gezen yürek değil beden oldu, yürek değil beden oldu, beden oldu. Ancak senden ayrı gezen yürek değil beden oldu, yürek değil beden oldu, beden oldu. Bravo! Super. Çok sağ ol.
Bir daha xalqımızın bayramını təbrik edirəm. Hamıya uzun ömür, can sağlığı arz edirəm. Sağ ol Elgiz. Təşəkkürlər. Bura bax, sözün üstündə durmuşsan. Yəqin ki, o uşağa arada bir... Arada gedib gəlirik, hə. Allah, sağ ol. Kişi adamsan. Bəli. Aha, Afət yenə. Aha, Afətin sözü var. Deyən. Aha. Rəvan getmə. Hə. Mən də hər kəsin bayramını təbrik edirəm. Təbii ki, kollektivimiz adından. Necə bir yadıma düşdü? Söz verir vaxt var ki, mən danışım. Hə. Rəvan, bayramdan sonra açılmaq istəyir. Amma sənə bir zəng gəlib yenə. Bəlkə Elşad müəllim olar. Elşad müəllim olar zəng bu dəfə. Mən yaman şübhələnirəm bu kişidən. Onu eləmə də xahiş edirəm. Eləmə, ona dəymə. Bəs mən niyə oturmuşam burada? Qoy zəng eləsin yaxşı. Əyləşin, çox təşəkkürlər. Doğrudan da o qədər maraqlı insan taliyyələri oldu bizim verilişimizdə. Həqiqətən də indiyəcən vallahi mən sizə səmimi deyirəm, bugünkü günə qədər mənə zəng edirlər və yenə sizi soruşurlar, deyirlər, uşağın taliyyə haqqında maraqlanırlar və mən bir daha deyirəm ki, vallahi narahat olmayın, o uşağın necə deyirlər, çox gözəl anası var və o uşağına çox yaxşı baxır, heç Rəvana ehtiyacları yoxdur. Burada başqa məsələlər var idi, biz də necə deyirlər, çox gözəl, çox necə deyirlər, yüksək səviyyədə bu məsələni öz yoluna qoyduq. Ən əsas odur ki, narazı qalan tərəf olmadı və mən burada ər-arvad Nurlan bəyi və onun həyat yoldaşını görürəm. Necə gözəl oturublar yan-yana, mehriban, bir-birinə sevgi gözlərindən baxırlar. Elə bil ki, 2 ay bundan qabaq adam içində bir-birlərini qıramdınlar deyildilər. Və görürsünüz, hər şeyin axırı doğrudan da Sənin ürəyindən idi ki... gözəl qutaranda necə yaxşı olur. Biz ürəyindən idi ömürlük düşmən olar. Allah eləməsin. Siz inanırsınız ki, sizin necələr barışmanıza görə gedib nəzir verən, qurban kəsən insanlar oldu. Vallahi səmimi sözümdür. Sağ olsunlar. Həqiqətən də insanlar çox istəyirlər ki, sizin ailəniz dağılmasın. İndi düzdür, istəyənlər var idi ki, ailə dağılsın. Onların da arzuları gözlərində qaldı. Bu çox gözəldir, çox gözəldir. Və Nurlan bəy, burada bizim qonaqlarımız əyləşiblər. Mən indi onların hamısını sizə təqdim eləyəcəm. Kəmalə xanımı təqdim etməyə heç ehtiyac yoxdur. Çünki Kəmalə xanım özü olmasa belə bizim verilişimizdə adı tez-tez səslənir. İnanın ki, bizim verilişimizin uğurlu alınmasında Kəmalə xanımın müstəsna xidmətləri var. Mən bu bayram günündə, necə deyərlər, bu gözəl fürsətdən istifadə edib Kəmalə xanım sizə öz təşəkkürümü bildirirəm. Aynes televiziyasının kollektivi adından. Çünki siz çox həssaslıq göstərirsiniz, yanaşırsınız bizim o şikayətçilərə və heç kim bu soyuqlu günlərdə küçədə qalmır. Ona soyuq olmur, qarnı ac qalmır. Bilirsiniz, bu çox gözəl bir missiyadır. Mən bu missiyanı arzu edirəm ki, siz dünya durduqca daşıyasınız. Allah sizə can sağlığı versin, bütün işlərinizlə bir yerdə. Çox sağ olun. Mən də Aynes telekanalına təşəkkürümü bildirirəm ki, bura gələn hər bir insanın taleyini sona qədər aparır, sona qədər izləyir. Bu günləri elə o sonluğa çatanlardan biri Elnarə qızı Şəfiqə ilə burada oturur. Alqışlayaq Şəfiqə balamızı. Şəfiqə balam gözəl balam. Mən bir statistik rəqəmi deyəcəm. Aynes telekanalının adam içində verilişindən Azərbaycan Uşaqlar Birliyinin uşaq sığınacağına 27 nəfər yerləşdirilib. Bu heç də kiçik bir rəqəm deyil. Onların taleyi ilə Aynes telekanalı olaraq və Azərbaycan Uşaqlar Birliyi Ailə Dünyası təşkilatından Gülayə xanım Səfərova çox gözəl iş apararaq onların müdafiəsinə qalxıb və mən demək istəyirəm ki, kaş ki sığınacaqlara ehtiyac olmayaydı və sizin bütün verilişiniz, adam içində verilişiniz ancaq bax bugünkü kimi belə gözəl, şən keçəydi. Valla mən vaxtı ikən rejissor işlədiyim üçün, yəni ixtisasım da budur, mən bu günləri özümü keçirtdiyim tədbirlərdəki kimi hiss elədim. Çox sevindim çünki burada sevdiyim insanlar var və onlardan biri də Nurlandır. Sənin uğurunu hər zaman mən izləyirəm. Təşəkkürlər və İranə ilkin gəlir. Olar bir xahiş eləyim oğul. Burada xeyirxah bir insan, xeyir gətirən bir insan Azad bəy oturub. Və mən bu evladı gördüm, bu balaca uşağı. Gördüm gözləri yumuludur
Elə bildim yatır. Anasına dedim ki, ay qızım, uşaq yatmaq istəyir. Dedi, yox, bunun gözləri bu gündədir. Niyə bu gündədir? Doğuş travması keçirib. Gəldim Azad bəy. Gözəl müğənnimiz, mənim ürəyim, canım. Azad bəy, sizdən xahiş. Aksiya keçirmişik. O artıq burada böyük, siz baxmamışsınız bizim verilişimizə. Yəni toplanılıb. O qızın əməliyyatı olacaq. İnşallah biz təyin eləmişik. Ona görə də Azad bəyin bu məsələ heç bir aidiyyəti yoxdur. Və indi Azad bəyin hansı məsələ aidiyyəti var? Biz niyə Azad bəy nə edib ki uşağa? Ay nəsə çox sağ ol deyirəm. Çox təşəkkürlər. Flora xanım və İranə xanımdan mahnı gəlsin. İranə xanım gözəl bir mahnı oxuyacaq bizim üçün. Səslən həsrətli şou biznesin tanınmışları haqqında şok açıqlamalar verəcək. Aygün Kazımova, İlhamə Quliyeva, Flora Kərimova Rüyanı 2014-cü ildə hansı uğurlar və dəhşətlər gözləyir? Diqqət! Nəzərinizdən qaçırmayın.
kaçırmayın. Həzrət Sabir bürclərlə bağlı yeni proqnozlarını verəcək. Üzünü gizli saxlayan şəxs kimdir? Adam içində. Ayda gözəl bizim yolkamız var. Təbii ki, studiyamızı bu cür gözəl bəzəldilməsinə görə Lili Art Group dizayn şirkətinə təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Və çox sağ olun. Bizim verilişimizin təbii ki, uğurlu alınmasında, ondan sonra sizin sevimli verilişinizə çevrilməsində əməyi olan bir çox insanlar var. Bu mən aparıcıyam. Amma o demək deyil ki, bütün bu əziyyətin yükünü mən tək daşıyıram. Xeyr, bu belə deyil. Əslində, çox əziyyət çəkən insanlar var və mən onlara çox təşəkkürümü bildirirəm. Belə əziyyət çəkən insanlardan biri də Orxandır. Orxan, gəl. Orxan, gəl Orxan. Və Orxan doğrudan da bir prodüser kimi işinin öhdəsindən layiqincə gəlir, mən təşəkkürümü bildirirəmsə, bu birinci və axırıncı dəfədir mən öz təşəkkürümü bildirirəm sənə. Bitdi artıq. Çünki işçilərin bəzilərini tərifləyəndə görürsən ki, biraz qarpızlanırlar. Ona görə də yəni mən razıyam sizin işinizdən, minnətdaram və bugün sən bir prodüser kimi bu verilişdə təbii ki, həmişə ki missiya davam etdirirsən, amma bir aktyorluq qabiliyyətdə bugün sən nümayiş etdirəcəksən bizə. Məndə olan məlumata görə və mənə çox maraqlıdır. Təbii ki, səninlə birlikdə bu səhnəni bölüşəcək marş verilişinin ikinci aparıcısı, gözəllər gözəli Hürrəm Sultan Nilüfer. Düz deyirəm, Nilüfer gəlsin. Bu demək Hürrəmin paltarıdır. Özəl olaraq bugünkü gün üçün sən bunu tikdirmirsən. Çox maraqlıdır. Söz demək istəyirsiniz? Elə biləm deyirsən ki, Hürrəm mənəm. Mən olan yerdə kim ixtiyarı var? Kim ixtiyarı var ki, Hürrəmsin? Yox, mənim adım başqadır. Doğrudan? Sizin adınız nədir onda Mətənət xanım? Mən burada deyəcəm, durub oxuyanda. Yaxşı. Afət, onda sən yavaş-yavaş şərəküləvi yığ. Mətənət xanım başlayır yenə danışmağa. Bayramdır, bayram qabağı nə? Qoy otursun Mən onu heç vaxt heç kimin qəlbinə dəymirəm. Özə ki, mən olmayan şeydə danışmaram. Aydındır. Aha, politikaya baxın. Mən bayram günü heç kimin qəbrinə dəymirəm, amma olmayan... Çox gözəl. Buyursunlar bunlar bizə gözəl anlar bəxş edəcəklər. Xüsusilə poeziya sevən insanlar ekranlara biraz da yaxın əyləşin. Buyurun. İlk növbədə mən aynı işçiləri təbrik edirəm. Başda Vahid müəllim, Mirşahin müəllim, Seyfullah müəllim olmaqla bütün Azərbaycan xalqını, bütün dünya Azərbaycanlıları təbrik edirəm və bizim də sizə bir hədiyyəmiz var. Çox gözəl. Mən də öz növbəmdə təbrik edirəm burada olan qonaqları, bizə baxan insanları. Yeni iliniz mübarək olsun. Təşəkkürlər. Allah Zəlimxan Yaquba şəfa versin. Onun poeziyasından, şeirindən deyəcəm. Çöldə çiçək oldum, çəməndən axış. Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz oldum, odlu bir baxış. Çevrildim çeşməyə, qarışdım çaya. Səni sevmək üçün gəldim dünyaya. Bu güzgüdəki sənsən, gülmə mələyim, gülmə. Əksin niyə daşlaşdı, bilmə mələyim, bilmə. Biz zirvəsinə eşqin, ayrılmaq elə çatdıq. Gecdir yanıma artıq, gəlmə mələyim, gəlmə. Səsini eşitdim, səndən səs aldım. Şaqrat gülüşündən gür həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Göz yaşı o günlərdən çöhrəndə qalan izdir. Gör bir necə acizdir. Silmə mələyim, silmə. Mən 1000 il əvvəl də gələ bilərdim. 1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım. Vaxtı başqa cürə bölə bilərdim. Düşübsən doğulan həftəyə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səndən səs aldım. Şaqrat gülüşündən gür həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya.
Son saniyəsi ömrün qopmaqdadır əqrəbdən. Ölmək də düşüb dəbdən, ölmə mələyim, ölmə. Təkcə sənin olsun qoy, ruhunda onu bəslə, sən fəhmini heç kəslə. Bölmə mələyim, bölmə. Neçə dinsizləri dinə gətirdim. Qurudan sümbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim. Mənim yolumu kəsə bilmədi. Nə sərhəd, nə dəmir, nə daş, nə qaya. Səni sevmək üçün gəldim dünyaya. Teşekkür ederim. Çox sağ olun. Çox sağ olun. Güzel, çok güzel Orxan. Elə gözəl söylədiniz bu şeirləri ki siz, biz vallahi hamımız elə gözəl şeir parçalarının təsiri altına düşdük. Təşəkkür edirəm sizə, çox sağ olun, minnətdaram. Aha. Və Nurlan Əzbəyli gəlir səhnəyə, təbii ki xalqımızı təbrik etmək üçün. Buyur Nurlan. Elgi, çox sağ ol əzizim. Əvvəla mən hamını ürəkdən təbrik edirəm. Burada əyləşən bütün sənətkarlarımızı, sənət dostlarımı, ekran qarşısında əyləşən bütün tamaşaçılarımızı, valideynlərimizi, əzizlərimizi. Allah Taala heç kəsə pis gün qismət eləməsin. Hər zaman süfrələriniz bol ruzulu olsun, can sağlıqlı, gözəl həyat hamıya arzu edirəm. Hamımız içində olmaq şərti ilə və təbii ki, qız mahnı çələngimə. Yarı saçı
Bravo. Əla, çox bəyəndim. Çox bəyəndim və bizim proqnozlarımız olacaq. Buyurun, Sabir müəllim. Bürclər haqqında məlumat verirsiniz, yoxsa konkretləşdirək? Ən uğurlu hansı bürc üçün olacaq 2014-cü il? Mən ilk öncə INS TV kanalının hamısını təbrik edirəm, bütün əməkdaşları və zalda oturan bütün hamının bayramını təbrik edirəm. Eyni zamanda bütün Azərbaycanlıları, dünya Azərbaycanlıları təbrik edirəm. Bu il 2014-cü il göy at ilidir. Bu ildə bürclərin çoxsunu stabil və gözəl həyat gözləyir. Sadəcə olaraq vaxt az olduğuna görə çox qısa danışıram. Qoçlar üçün bu il streslərdən, krizislərdən... Qoçlar əlini qaldırsın, qoçlar. Streslərdən uzaq olaq, yoxsa necə? Qoçlar üçün bu il streslərdən, krizisdən, xəstəliklərdən azad olmaq zamanıdır. 2014-cü il qoçlara radikal dəyişiklik və stabillik gətirə bilər. Ancaq bu onların məsuliyyətindən və ciddiliyindən asılıdır. Buğalar üçün karyerada dəyişikliklər olacaq. Buğalar əlini qaldırsın, buğalar. Biraz əsəbləşdirici müddətdir. Ona görə çox səbirli və təmkinli olmaları məsləhət görülür. Bu müddətdə öz fikirlərinin üstündə durmağa üstünlük verməlidirlər. Əkizlər üçün, əkizlər 2014-cü il əylənməyə, gəzməyə, səyahət etməyə istək yaradacaq. Hansısa əkizlər sənətini dəyişmək istəyəcək. Bir tərəfdən il rəngarəng hisslərlə başlayacaq, digər tərəfdən isə əkizlərdə özlərinə inamsızlıq yaranacaq. Eyni zamanda ətrafdakıları da köməyini azalması hiss olunacaq. Sonra arada yenə o birləri davam eləyər. Yaxşı, qaldı, dolçalar qalıb, Sabir müəllim, əkizləri nə yaman pislidir? Əkizlər heç xoşuma gəlmədi deməyə. Doğrudan, əkiz siz. Allah axırını xeyir eləsin. Heç açmadı mənim əkizlər bürcü. Mən bayaqdan bəri deyirik Elmira xanımın rəqsini anons eləyirik. Xüsusi rəqs ansamblı biz çağırmışıq. Elmira xanım indi bir hüquq müdafiəçisi kimi necə deyirlər, nəyə qadir olduğunu ortaya qoyub. Amma onu bu səhnədə rəqs eləməsi doğrudan da çox maraqlı olacaq, deyilmi? Çox maraqlı olacaq. Elgiz lazım deyil, elgiz lazım deyil. Yaxşı, onda Elşad bəy, buyurun. Elmira xanım, xahiş edirəm, rəqs olma danışmayın. Xahiş edirəm. Elşad bəy səhnəyə dəvət edirik. Gözəl mahnısı ilə Elşad bəyin mahnısı gəlsin və bayram konsertimizi Elşad Qarayev davam etdirir. Çəkirəm dünyanın haqsız qəmini, olunmaz günlərə dilin neynəsin. Göylərdən ələmdi dərki yağış tək, yanan ocağımda külüm neynəsin. Neynəsin, neynəsin, külüm neynəsin. Çəkildi ruhum, günahsız yol üstə nədir günahım? Taleyin yara, gönlüm neynəsin? Günahsız yol üstə nədir günahım? Taleyin yara, gönlüm neynəsin? Neynəsin, neynəsin, gönlüm neynəsin?
hələ Günlər görməmişəm heç zaman belə Yüz bollu sabahım, baharım gələn Solan çiçəklərə gülüm neynəsin Neynəsin, neynəsin, gülüm neynəsin Yalan yanlışlara isindi ahım Çəkildi özünə, çəkildi ruhum Yalan yanlışlara isindi ahım Çəkildi özünə, çəkildi ruhum Günahsız yol üstə nədir günahım Taleyini yara, gönlüm neynəsin Günahsız yol üstə nədir günahım Taleyini yara, gönlüm neynəsin Neynəsin, neynəsin, gönlüm neynəsin Solan çiçəklərə gülüm neynəsin Yanar ocağımda gülüm neynəsin Neynəsin, gülüm neynəsin Bravo! Təşəkkürlər, təşəkkürlər. Gülaya xanım. Çox sağ ol. Buradadır. Çox minnətdaram sizə də Gülaya xanım. Sizə də çox təşəkkürümü bildirirəm Azad bəy. Çox fəalsınız bizim verilişlərimizdə. İndi görək bu məsələlər yarımçıq qalıb. İrana xanım qabaqda əyləşib, siz onun qarşı tərəfin, daha doğrusu onu məhkəməyə verən insanların hüquq müdafiəçisi, onların hüquqlarını qoruyursunuz. İndi biz bayramdan sonra Allah qoysa biləcək ki, bu məsələnin sonu nə ilə nəticələndi. Amma hələlik mən ümid edirəm ki, bir-birinizdən küsü saxlamırsınız da, hə? Yo, indi bugün necə deyirlər, yenə danışanların qoşularam mən də fikrinə. Yeni il bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm. Aynəsin televizyon kanalının rəhbərliyinə təşəkkürümü bildirəm ki, belə bir proqramı yaratdılar və bu günləri biz də imkan tapdıq ki, kimsəsizlərə kömək ilə yardım əlimi uzadaq. Bu özü böyük bir şeydir. Amma o ki, qaldı İrana xanımla, o bizim o məsələ ilə bağlı bugün bayram gündür. Yəqin ki, biz bu günləri ancaq bax, özünüz fikir verirsə İrana xanım oxudu. Mən onu müğənni kimi də alqışladım. Çox yüksək səviyyədə. Təşəkkür edirəm, təşəkkür edirəm. Amma bu qışlar qalırsa oraya inşallah. Gülaya xanım, buyurun, çox qısa xəbərçi ayrılacaq deyil. Mən də Elgiz bəy, həqiqətən də sizin bu verilişinizin nəticələrinin və nailiyyətlərin, bu az müddətdə gördüyünüz o işlərin qiymətləndirmə meyarlarını ortaya qoysaq görərik ki, bu müddət ərzində siz nə qədər böyük işlər görmüsünüz. İnsanlara həm hüquqi, həm psixoloji, həm tibbi cəhətdən onlara köməkliklər göstərmişsiniz. Sağ olun. Biz də sizə çox minnətdarıq, əziyyətiniz böyükdür. Nəzərinizə çatdırırıq ki, adam içində verilişinə Ruski Fkus ət və ət məhsullarının baş sponsorluğu ilə baxırsınız. Xəbərçidən sonra Elmira xanım möhtəşəm rəqs eləyəcək burada. Ləzzətli, ənənəvi dadın yeni adı Ruski Fkus. 60-cı illərdən bəri alışdığımız dad yenidən süfrəmizə gəlir. Adı da, dadı da dillər əzbəri olmuş o vaxtın sirviladı. Ruski Fkus, əsl ləzzət. Bu ləzzəti siz də dadın. Ekstrasiyel səslən həsrətli şou biznesin tanınmışları haqqında şok açıqlamalar verəcək. Aygün Kazımova, İlhamə Quliyeva, Flora Kərimova Rüyanı 2014-cü ildə hansı uğurlar və dəhşətlər gözləyir? Üzünü gizli saxlayan şəxs kimdir? Adam içində. Bir daha alqışlayırıq bu gözəl günü.
Bu gözəl günü bir daha alqışlayırıq. Burada iştirak edən insanları alqışlayırıq, qonaqlarımızı alqışlayırıq və bir daha deyirik ki, bayramınız mübarək olsun. Hörmətli tamaşaçılar və təbii ki, ikinci hissəmizə start veririk. Səbinə xanım, biz sizdən xahiş edirik. Bizim bu gözəl bayram proqramımızı bir ifanızla, gözəl ifanızla bəzəyin, lütfən, zəhmət olmasa və sürprizlərimiz olacaq. Sizə o qədər maraqlı görüntülər təqdim edəcək ki, hələlik Səbinə xanım.
Bravo Səbirə xanım, təşəkkür edirik. Atlas xanım, bizim üçün çox maraqlıdır. Bu il necə olacaq, necə qiymətləndirirsiniz? Əvvəlcə nə deyə bilərsiniz 2014-cü il üçün? Buyurun. Axşamınız xeyir, tamaşaçılar. Hamınızın yeni ilinizi təbrik edirəm. Birinci dövlətimizi təbrik edirəm. Dövlətimiz Allah qorusun. Bəlalardan bizi Allah qorusun. Özü bizə kömək dursun. İkinci Azərbaycan xalqını hamınıza uğurlu yollar arzulayıram. Arzu edirəm ki, heç bir vaxt pis gün görməyək. İkinci bütün media işçilərini, Aynesin işçilərini, mən media işçilərini çox istəyirəm. Bəlkə Azərbaycanda məni bir 200 media işçisi tanımaz. Qalan hamısı tanıyırlar. Onlara öz təşəkkürümü bildirirəm. Onlar düzgün yoldadırlar. Düz adamları tanıyırlar. Onlar həmişə məndən çoxlu kitablar, minlərlə qəzetlərdə çıxmışam. 20-30 kitabım çıxıb. Mən ona görə də öz təşəkkürümü bütün media işçilərinə bildirirəm. Vahid müəllimə və Şahin müəllimə yenə öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, həmişə ucalsınlar. Dövlətimiz də onun kimi. Çox sağ olun. Təşəkkür edirəm Atlas xanım. Və bizim həkimimiz buradadır. Hər zaman necə deyərlər, həkimə ehtiyacı olan insanlara yüksək səviyyədə bu xanım tibbi necə deyərlər, xidmətləri həm təklif eləyir, həm də onu təmin edir. Buyurun. Elgiz müəllim, mən də hamı kimi həm dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə, həm yeni il münasibəti ilə hamını təbrik edirəm. Yeni ildə yeni uğurlar arzulayıram. İnşallah arzularına çatsın hamı. Həm də sizə təşəkkür edirəm ki, məsələn, mən indi tutaq ki, bir Arzu xanıma çalışdım, kömək eləyəm. Ona da son günə qədər elədik. Necə ki, siz onu aşkar elədiniz. Yəni, son dəqiqəyə qədər də hamısının taleyi ilə maraqlanırsınız, bugünkü günə qədərdir. Yəni, uşağın sağlamlığı ilə, özünün yeri ilə çox sağ olun. Kəmalə xanıma da minnətdarlıq edirəm ki, o da Kəmalə xanımın yanındadır. Onun himayəsi altındadır. Yəni, elə etibarlı əllərdədir. Sizə də mən öz adımdan, kollektiv adımdan təşəkkür edirəm, elə diqqətinizə görə. Çox sağ olun, minnətdaram sizə də, çox sağ olun. Günel, sən elə təbrik eləmişkən varsan, Zaur, sən də, siz də, Aynur xanım, çünki indi müəyyən... Çünki qonaqlarımız çoxdur. Bu arada yenə də bir sürpriz görüntümüz bu Şahin. Şahin, nə qədər insan indi zəng gelir telefonla. Sən nə eləmirsən? Yaxşı. İndi güya mənə olunan və təbii ki sizə olunan sürprizin ikinci hissəsinə baxaq. İki balam ölsün. Bəsdir. Tardıq. Verin mikrofonları. Tard. Verin mənə. Bu məsələ budur. Elgizin içi görünmür ki. Niyə? Niyə? Mənim buram. Ayaq üstə dursam, mənim buramdandır. Deyir elə məqamı var. Dayı, bundan da ağır məqam var. Siz Allah'tan qorxun, Siz Allah'tan qorxun, Siz yazıq deyil oğlan, İndi deyilsin şantaj əlatıb indi. Mən özümdən çıxardırsınız indi deyim ki, mən nə var, nə yox. Sən qorxmusan film başından, de. Ben göstərim onu, göstərsin operator, de bunun başını görüb, film, xortum hissəsini. Yaxşı eləyirəm, qəşək danışmanın bir tənə var. Aydın oldu. Aydındır. Sözümü deyirəm. Aydındır. Açır ki, paltar şkafını açır paltarını. Görür ki, orada bir nəfər Hindistanlar kimi belə, əli belə oturur. Bizim şkafımıza niyə inirsən? Deyib onu get gəlindən soruş. Ay xanım, bir dəqiqə deyəmi, mənim suallarıma cavab verin sonra. Elə bil heç bunun yanında adam yox deyə. Mən taxtayam burada. Taxtayam mən. Necə? Taxtayam mən. Çox sağ ol. Ağzın şirin olsun. İşte məndən taxtaymışəmmiş. Xanım, biraz səbirli olun. Nəfəs al! Bir dəqiqə! Bir dəqiqə! Nəfəs alın, hep oğlarsınız. Başa düşmədim, necə iş olun? 3 oğlum var da mənim, 3 dənə oğlum var mənim. Mən neyniyim? Mənim işim gücüm yoxdur. Sən belə gəldin, belə. Biz burada qışqa saçımı o yana qaçaq, bu yana qaçaq. Belə uşağa... Elgiz bəy, mən çox... Onları mən bax, bu artist sirqa kimi asmışam qulağıma. Vay. Kilərin biz deyəndi. Sabah inşallah. Vay, bu xanım boğulacaq, Biraz nəfəs alın arada. Bax, sən 7 yaşında arvadın sevgilisi var. Başa düşmədim, mən yenə deyirəm.
Bu yaxşı oğul olmuyor. Qalib. Yaxşı oğul olmuyor. Yaman iyi becərdilər. Bir də müğənni var, onu oxşur. Çox şirin. Hə? Mən deyirdim Azərbaycanda məndən iyi becər adam yoxdur. Bu məndən də küfürdür. Aydındır, aydındır. Necə evlənmək istəyir? Həm gülməlidir, həm də ağlamalı. Bir də qəhdiyə. Doğrudan da Şahin çox maraqlıydı, çox maraqlıydı. Nə qədər güldük. Flora xanım xüsusilə çox güldük, çox təşəkkür edirəm, əziyyət çəkmisiniz. Və Elmira xanım buyursun, 2 gündür biz burada anons edirik. Elmira xanımı siz tanımadığınız tərəfdən tanıyacaqsınız, gəlin. Yox, gəlin, bu bayramdır. Biz hərəmiz, bax görürsünüz necə mənim haqqımda klip yığıblar. Mikrofon amandır, Elmira xanım mikrofonsuz qalmasın. Buyurun, gəlin bura. Xahiş edirəm, danışmasın. Niyə? Elmira xanım rəqs eləsin. Bilirsən həmişə düz söz soğandan acı olar. Bəli. Aha. Əvvəla mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan harda varsa, bütün Azərbaycanlıları əziz bu bayram günündən, bu yeni ilinə təbrik edirəm. Hamısına can sağlığı, uzun ömür arzuluyuram. Hamısına və məni sevənlərə də, sevməyənlərin də bayramını təbrik edirəm. Allah hamıya kömək olsun. Düzdür, Elşad müəllim məni sevmir, amma əcəb eləyir. Təşəkkürlər və Elmira xanım deyir ki, Afət bilmir heç nə. Mən bilmirəm. Sən üzüm yığmağı bilirsən? Yeməyi bilirəm, yığmağı yox. İndi Elmira xanım sənə öyrədəcək ki, üzümü heç demək ki, necə yığırlarmış. Buyurun, gəlin Elmira xanım, getirin, gəlin. Alqışlayaq Elmira xanımı. Gəlin. Aha, mahnısı gəlsin Elmira xanımın, gəlin. Elmira xanım, siz gözəl hüquq müdafiəçisi olmaqla yanaşı heç demək ki, gözəl də rəqqasə imişsiniz. Çox xanım xatın, çox gözəl rəqs elədiniz, təşəkkür edirik və Səma rəqs qrupunun gözəllərinə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun qızlar, çox sağ olun qızlar, təşəkkürlər. Həsən, sən xahiş edirəm mənim sualıma cavab ver. 2014-cü il Azərbaycan show biznes aləminin hansı nümayəndəsinə ən düşərli il olacaq? 2001 əvvəla hamını salamlayıram. Əvvəla bütün Azərbaycanlıları, dünya Azərbaycanlılarını təbrik edirəm. Gözəl qarşıdan gələn ildə, gözəl, necə deyirlər, qarşıdan gözəl bir il gəlir, sürətlə getmək lazımdır bu ildə. Elgiz müəllim, bu ildə kim sürətlə getdi, gedməyənlər ayaq altında qalacaq. Yəni, hər kəsə oyanmaq, hər kəsə öz işində irəliləyişlər arzulayım. Çünki biznes həyatında, show aləmində kim belə deyək, bu ili tutub qabağa getdi. Bu il, yəni, bir nömrəli kim olacaq Azərbaycan show biznesində? Deyə bilərəm ki, bir nömrəli ən gözəl uğurlar Röyadan gözlənir. Röya yenə də birinciliyi boru saxlayacaq. Amma Röyadan bir uğuru gözlənsə də şəxsi həyatında problemlər ola bilər. O yüzden yəni xəbərdarlıq eləmək istəyirəm ki, şəxsi həyatla bağlı biraz. Və reklamlar, Həsən, reklamlara ayrılırıq. Reklamlardan sonra sən təbii ki, proqnozlarını davam etdirəcəksən. Reklamlar.
Hörmətli ekstrasenslər, falçılar, uzaq görənlər, mediumlar, hazırlaşın. İndi studiyamızda olanlar bu insanı görəcəklər. Ekran qarşısında olanlar bərk-bərk yapışın stollarınızdan. Çünki bu adam çox iddialıdır və o deyir ki 2014-cü ilin ekstrasensi mediumu nəinki Azərbaycanda, bütün dünyada mən olacağım. Və siz inanırsınız ki Afət və digərləri bu insana inanırlar və düşünürlər ki doğrudan da Həsən çox ciddi rəqib gəlir sənə. Özür istəyirəm Həsən, mən həmən şəxslə görüşdüm 1 saat və fikirləşdim ki Həsənə ən güclü rəqib gəlir. Olsun, mənə güclü rəqib yoxdur, mənə güclü kömək ola bilər ki, yəni mən təkəm, qoy güclü bir ekstrasens yanında olsun. Bu mənim üçün fəxirdir. Tək Azərbaycandan sonra, tək bizim millətimizdən güclü bir belə görücülər çıxsın. Hər zaman xalqa yardım edirsə, buyursun, niyə deyiləməsin ki? Mən onsuz da demək olar ki, əksər vaxtı Azərbaycanı keçirmirəm. Yəni görə bilərsiniz ki, əksər vaxtı başqa-başqa ölkələrdə oluram. Söhbət təkcə ekstrasenslik getmir də, söhbət sənin hazır cavab olmağına, o səndən də hazır cavabdır. Yox, tək hazır cavab olsun, problem yoxdur, buyursun gəlsin. Mən artıq belə deyək, tələbələrim var bu üzrə, ekstrasensor. Əgər mən belə xitri insan olsam, rus dilcəsi, mən tələbələr yetişdirmərəm, artıq tələbələr yetişdirirəm mən bu sahə üzrə ki, yəni gələcəkdə xalqımıza kömək edəm. O da deyir ki, tələbələr hazırlaşdırıram. Azərbaycanda Həsən 16 yaşı olan bu üzrə bir dənə Elgiz müəllim bir söz çatdırım. Bəli. Deyir, çox bilirəm, o heç nə bilmir. Belə düşünürsünüz? Bəli. Aha, aydındır. Sabir müəllim, indi onu biz studiyamıza dəvət edəcək, ictimaiyyətə onun təqdimatı olacaq. İndi gəlir, ən böyük özəlliklərdən biri də ondan ibarət ki, Mətənət xanım, bu adam deyir ki, mənim üzümü heç kim görməyəcək, mənim üzümü heç kim görə bilməz. Mənim üzümü görmək istəyən insan gərək ay çıxanda, gərək gəlib, yəni o ayın işığı düşən zaman mənim üzümü görmək olar. Bulvarda yox, niyə bulvarda? Bu da yəni, hə? Orada daha yaxşı görürdü Kamil xanım bulvarda, amma doğrudan da zarafatsız, çox iddialıdır və irəliləyən dəqiqələrdə biz onu studiyamıza dəvət edəcəyik. Sabir müəllim, digər bürclər haqqında nə deyə bilərsiniz? Nə gözləyir, məsəl üçün atilində insanları? Xərçəng bürcü altında olanlar üçün çox dəyişiklik il olacaq. Həm hadisələr sarıdan, həm rastlaşdıqları insanlar sarıdan. İl boyu özlərini ələ almaq çətin olacaq. Ancaq çalışmalıdırlar. Xərçənglər iş və ailəyə ayrı-ayrılıqda vaxt ayırmağa bacarmalıdırlar. Sağlamlıqlarına fikir verməyi məsləhət görülür. Əsas da psixoloji sağlamlığa. Şirlər öz prinsiplərinə dəyişməz olaraq qalacaqlar. Aktiv və uzaq görən olacaqlar. Həmişək kimi. Fəqət ailədə və ya münasibətlərdə ehtiyatlı olmalıdırlar. İşlərində yeni proyektlər və xarici ölkələrlə münasibətlər ola bilər. Çox gözəl. Sonra? Qızlar bürcündə olmuş adamlar hər kəsə inanan, etibar edən olur. Buna görə də başları bəla çəkir. Fəqət çox başı qaynar olmalı da məsləhət deyil. O vaxt hər kəslə mübahisədə ola bilərlər. Buna baxmayaraq, heç kim qızların yaxınlarını çox istəməsinə, hörmət etməsinə şübhəsi ola bilməz. İş barəsində yeni ideyalarını bir qədər sonraya saxlasınlar, yaxşı olar. Çünki özlərinə həmfikir, etibar edə biləcək bir komanda yığmalıdırlar. Təşəkkürlər. Bəs arxası? Vaxtımız qalmayacaq, deyin. Çox qısa. Deyin. Aha. Tərəzi bürcündə olanları 2014-cü ildə əsl uğur gözləyir. Atın alicənablığı, cəhdliyi, çox bilmişliyi və yarı yoldan dönməməyi xüsusiyyəti tərəziyə uyğundur. Bu adamlar bütün yaxşı xüsusiyyətlərini göstərə bilər. İstədiyi yüksək nailiyyətə çata bilər. Bu il tərəzini bəzi seçimlər qarşısında qoya bilər. Onlar əllərini hansı işə atsalar, hər şey uğurlu ola bilər. Əqrəb üçün il istər cəmiyyətdə, istər ailədə dolğun və məhsuldar olacaq. Onların heç bir çətinlikdən qorxmayaraq irəli getsinlər. İlin birinci hissəsi qarışıq səs-küylü və aktiv keçəcək. İkinci hissəsində çox gözlənilən sakitlik keçəcək. İşlərində uğurlular rəhbərliyi razı salsa da həmkarlara aralarını pozacaq. Fəqət gələcəkdə işgüzarlığı öz bəhrəsini göstərəcək. Oxatanlar üçün 2014-cü il bir mənalı keçməyəcək. İl ərzində bir çox perspektivlər və təkliflər ola bilər. Fəqət biraz qərarsız olan oxatanların çox az qismi bu fürsətlərdən istifadə edib xoşbəxtliyini qura bilər. Demək lazımdır ki, oxatanların həyatında hər şey hamar olmur. Çox vaxt qərarları oxatanlar yox, həyat ortaqları verir.
Oğlaqlar faydalı iş yaşayacaqlar. Çoxlu yeni tanışlıqlar, yeni hisslər, Və fəaliyyətlər yeni olacaq. dostluqlar. Təşəkkürlər. Mətanət xanımın mahnısı gəlsin. Mətanət xanımın mahnısı gəlsin. Təbrik elə, yaxşı. Mən də hamını təbrik edirəm. Teşekkürler. Çok sağ ol. Mətanət xanım, əyləşin. Aha, əyləşin. Çox təşəkkür edirəm. Çox gözəl ifa idi həmişə kimi. Ruhumuz dinləndi və qara maskalı. Bugün amma geyiminə uyğun maskası ağdır.
Gəlsin ekstrasens qardaşımız gəlsin bura. Salam, salam. Aha. Buyurun. Buyurun. Salam. Salam. Və bayaqdan biz sizin haqqınızda danışdıq. Dedik ki, çox iddialısınız və bildirirsiniz ki, 2014-cü ilin mediumu, uzaq görəni, ekstrasensi mən olacağım. İndi hansı əsaslara görə siz bunu deyirsiniz? Məsələn, 2014-cü ildə nələr olacaq bu studiyada? Və xüsusilə Həsən. Onu Həsənlə bacara biləcəksiniz? Həsənlə bacarmaq lazımdır, Həsənlə dost olmaq lazımdır. Düşmənim olub əzilməkdən, dostum olub, qardaşım olub, bir yerdə uzalmaq. Mən hər kəsin 2014 ona uğur gətirməyini arzu edirəm. Ümumiyyətcə bütün Azərbaycanların, bütün dünyanın 2014-cü ilini təbrik edirəm. Ümumiyyətcə burada oturan bütün sənət insanlarının, Həsənin, ümumiyyətcə hər kəsin bayramını təbrik edirəm. Amma mən Həsəni sevdiyimə görə, emini Həsənə görə bura gəlmişəm ki, Həsənlə mən güləşim. Dalına qulaq as. Necə Həsənlə? Qulaq as, Həsənlə? Həsənlə mən burada yəni eyni gücümüzü eyni səviyyədə göstərdi və insanlar... Və duelə çıxaq. Hə, Həsən gücüdür mən. Çünki əsl sənətkarlar özlərini ən güclü rəqiblə sınaya bilər. Çünki mən belə çıxır ki, Elgiz müəllim, Azərbaycanda... Aha, buyurun, götürün mikrofonu. Azərbaycanda qardaş ən güclü mənə görür də, yəni görücü kimi. Həsən, bir dəqiqə üzr istəyirəm, canım bir bala. Həsəni oxumaq istəyir, Həsənindir, təsbihi məndə. Ona baxsın, belə baxsın, ürəyində tutsun, bilsin də nə var nə yox. Sonra girsinlər ringə də. O hər şeyi bilir. Səncə hansı güclü olar? Məncə, mən deyə bilmərəm. Çünki mən bu şəxsi ilə birinci dəfədir görürəm. Sadəcə bizə gələn, gəlib çatan onun idealları olur. Onun təsbihi məndədir, deməli o güclü ola bilər də, alqışlayaq da. Tək, bilmirəm. Qazanan, bacaran, qalib gəlsin. Bizim verilişimiz əslində ən güclü olanı ortaya qoymaq üçün biz bu verilişi yaratmışıq. Sizə də uğurlar arzulayıram. Mən çox ümid edirəm ki, siz necə deyərlər, o bizə bildirdiyiniz sözün arkasında duracaqsınız və qalib gəlməyinizi burada nümayiş etdirəcəksiniz. Həsən, bağışda. Və çox gözəl bir gün yaşadıq. Əslində biz bura nə kənardan insan dəvət etdik, nə aktyorlarımızı, nə müğənnilərimizi, özümüz olduq. Yəni, müğənnilər burada olan müğənnilər oldu, bizim verilişimizin içində olan müğənnilər oldu. Adam içinə verilişinin Ruski Fkus ət və ət məhsulundan baş sponsorluğa baxdınız. Möhtəşəm.